Salam, bilirsinizmi rubrikasının növbəti buraxılışında xoş gördük hər birinizi. Ötən rubrikalarda sizlərə panik atak haqqında məlumat vermişdik. Bu dəfəki buraxılışda isə panik atak tutmaları zamanı edə biləcəyiniz texnikləri sizlərə təqdim edirik. İlk olaraq nəfəs texnikası. 4-4-8 nəfəs texnika adı verdiyimiz bu texnik zamanı ilk olaraq 4 saniyə ərzində nəfəsi burnumuzdan alırıq, 4 saniyə ərzində nəfəsi saxlayırıq, 8 saniyə ərzində asta-asta ağızdan nəfəsi ötürürük. İkinci texnik kəpənək texnikası adlanır. Kəpənək texnikası zamanı oturduq vəziyyətdə, gözlər yumulu şəkildə, bədən tamamilə rahat, əzəllər boşalmış şəkildə, çiyinlər aşağı vəziyyətdə otururuq. Əllər çarpazlaşdırılaraq çiyin hissəsinə yaxınlaşdırılır və kəpənək qanadı tək növbə ilə əllər hərəkət elətdirilir. Üçüncü texnikamız Yapon texnikası adlanır. Yapon texnikası zamanı sağ və sol əli baş barmaqdan çeçələ barmağadək növbə ilə başlayaraq barmaqlarımızı azca sıxdıraraq nəbzi hiss etməyə çalışırıq. Növbə ilə bütün barmaqlar sağ və sol əldə sıxıldıqdan sonra sağ əlin baş barmağı ilə sol əlimizin ovuc hissəsini azca bastıraraq eyni ilə döyüntünü hiss etməyə çalışırıq. Lakin unutmayaq ki, göstərilən bütün bu texniklər panik atak tutmaları zamanı sizlərə ilkin yardım göstərmək məqsədi daşıyır. Panik atak zamanı mütəxəssisdən yardım almaq, psixoloq dəstəyinə başvurmaq mütləqdir.